Brokoli küküsü en sevdiğim yemekler siyahısındadır ve çok faydalı ve tez hazırlanan bir yemektir. İlk önce brokolini rendelemek lazımdır ve daha sonra ise üzerine 3 adet yumurta əlavə edirəm. Zövqə görə duz istiyor və mən biraz da paprika, yəni qırmızı şirin biber də əlavə edib yaxşı qaçdırıram. Daha sonra isə əvvəlcədən qızdırdığım qarğıdalı yağında brokolini bu şəkildə tavaya yayıram. 4-5 dəqiqə bir tərəfini, sonra isə digər tərəfini bişirirəm və bişirdikdə bu şəkildə bölsəniz daha yaxşı olar. Yəni çevirdikdə əzilməz və hər iki tərəfi yaxşı qızardıqdan sonra isə servis edirəm. Və mən brokoli küküsünü qatıqla yeməyi çox sevirəm. Qatıqla daha ləzzətli olur. Çox dadlıdır. Mən bu yeməyin dadını hədsiz sevirəm. Əgər sınamamısınızsa, sizə də bu küküdən hazırlayıb dadına baxmağı məsləhət görürəm. Dadını çox bəyənəcəksiniz. Hazırlayacaq olan hər bir kəsə nuş olsun.